Salam əziz izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the sentences with the noun in the positive case. Yəli halda isim işləmiş cümlələri seçin. Birinci cümləyə baxsaq, it is very hot in summer in Baku, isn't it? Bu cümlədə apostrof S-dən sonra very zərf gəlmişdir. Lakin apostrof S-in yəli alması üçün özündən sonra isim gəlməli idi. Və göründüyü kimi burada apostrof S yəli hal deyil, is xəbərinin qısaldılmış versiyasıdır. Yəni əslində it is very hot in summer in Baku olmalı idi. Ona görə də birinci cümləni çıxdı. İkinci cümləyə baxsaq, she is already read these funny stories. Bu cümlədə də yenə apostrof S-dən sonra isim deyil, already zərfi gəlmişdir. Göründüyü kimi ona görə də apostrof S yəli hal deyil, has köməkçi fe'linin qısaldılmış versiyasıdır. Yəni burada has already read participle to, yəni indiki bitmiş zaman formasıdır. Yəli hal deyil. Ona görə də ikinci cümləni də çıxdıq. Üçüncü cümləyə nəzər salsaq, Mother's Day is celebrated in Great Britain too. Analar günü Böyük Britaniyada da həmçinin qeyd edilir. Burada göründüyü kimi mother ismindən sonra apostrof S və D ismi gəlmişdir. Və bu düzgün yəli hal formasıdır. Deməli 3 düzgündür. Dördüncüyə baxsaq, David followed his brother's example and joined the army. Burada da göründüyü kimi brother ismi apostrof S qəbul edərək özündən sonra example ismini qəbul etmişdir və bu düzgün yəli hal formasıdır. 3, 4 düzgün cavab C variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MIQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha geniş dərs və test izahları istəyirsinizsə, kanalın biosundakı YouTube linkindən keçid edə bilərsiniz.